9. 0 bölü 9 sıfır. Mənə sizə dedim ki, bu limit üçün qeyri-məmur. Limit üçün qeyri-məmur halsa ya kəsin sürət və məxrəcinin lobda qaydasına görə ayrı-ayrı tutulmasını tapın, ya da ki, əvvəlki biliklərinizi istifadə edin. Bu belə baxımdan nədir? Cəbri kəsir. Bu ixtisar xara bilərsiniz. Bərabər yazın limit x9-a yaxınlaşdıqda kök altında olmayan x-i demişdim kökü istifadə edin. Bu x olacaq kökü x-in nəyi? Kvadrat. 9 üçün kvadrat. Kökü x çıxsa 3-lü qalır yerində. Bərabərdir. Limit x9-a yaxınlaşdıqda sürət elə olacaq qalır. Məxrəsi nədir? Qurqlar kökü x çıxılsa 3, vurulsun kökü x üstə gələnə 3. Yaxşı. Bu ilə qalır 1. Yəni qalacaq limit x9-a yaxınlaşdıqda sürəti qalacaq 1 bölünsün kökü x plus nə? 3. 9 yerini qoysak 1 bölünsün kökü 9, üstə görə 3 və 1 bölünsün 6 olacaq. 6 bir yəni. Yaxşı.